İnsan şad halda olmalıdır ki, problemləri həll eləsin. İnsan aram halda olmalıdır ki, problemləri həll eləsin. Bədbin insana deyirsən, dur bu işi gör, bu problemi həll elə, deyir, əşi, mənimki belə gətirib, hey deyinir, vəziyyətdən şikayət eləyir, hər şeydən narazıdır və dəyişməyə də çalışmır heç nəyi. Bir sözlə, istirab pisliklərin mənşəyidir. İstirab bütün pisliklərin açarıdır. İnsanın qəlbində istirab varsa, pisliklərin qapısı onun qəlbinə açılır. Naşükürlük, bədbinlik, ümidsizlik, qəzəb, sayırdıqca say pisliklərin hamısını, bunlar hamısı istirablı qəlbdən doğur. İstirablı halda olan insan günahın bir addımlığındadır. Günaha yaxınlaşır, yüzlərlə günahın qapısı onun üzünə açılır. İstirab içində olan insan Allahla üz-üzə dayanır, qarşı-qarşıya dayanır, Allahla dava halındadır. Allahdan narazı haldadır. Dilinə gətirsə də belədir, gətirməsə də belədir. İstirab halı Allaha üsyan halıdır. Allahı inkar etmə halıdır. Və gedir küfrə çıxardır insanı, inkara çıxardır insanı. İnsanın narahatlığı, naaramlığı, istirabı, mənəvi immunitetini zəiflədir. Necə insanın bədəninin immuniteti var, ətraf viruslarla doludur və immunitet zəifləyəndə biz yoluxuruq. Yoxsa viruslar bizə zərər toxundura bilmir. İmmunitetin zəifləməsi yoluxmağa səbəb olur, müxtəlif viruslara yoluxmağa səbəb olur və mənəvi immunitet də belədir. Mənəvi viruslar var, mənəvi rəzilliklər, çirkinliklər var. İnsan ruhunun immuniteti onun aramlığıdır. Aram ruha sirayət eləyə bilmir. Elə ki, istiraba düşdün, elə ki, narahat oldun, ağrı acı içində oldun, o zaman yoluxma, mənəvi rəzilliklərə, çirkinliklərə yoluxma ehtimalı artır. Bədənin immuniteti olduğu kimi ruhun da immuniteti var və ruhun immuniteti aramlıqdır. Aram ruh yaxına buraxmır mənəvi virusları.